Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 Ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək məqsədi ilə ölkəmizə gətirilib. 10 gün davam edəcək proqram çərçivəsində uşaqların əvvəlcə Bakıda yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoga məşğələlərində, eləcə də müxtəlif psixososial təlim və ustad dərslərində iştirakı nəzərdə tutulur. Növbəti günlərdə onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi sosial-psixoloji reabilitasiya xidmətləri ilə əhatə olunacaqlar. Eləcə də uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art terapiya və sair reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin proqram iştirakçıları üçün Azərbaycanın zəngin mədəni irsi, incəsənəti, tarixi məkanları və milli mətbəxi ilə yaxından tanışlıq imkanı yaradılacaq. Məqsəd Ukraynadakı müharibədən əziyyət çəkən uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir. 10 gün ərzində olacaq bu proqram çərçivəsində Ukraynalı uşaqlar həm Bakı, həm də Qəbələ şəhərlərində öz asudə vaxtlarını səmərəli keçirəcəklər. Onlar müxtəlif art terapiyalardan, yoga məşğələlərində mütəxəssislərin nəzarəti altında təlimlərə cəlb olunacaqlar və onların həm sosial-psixoloji və eyni zamanda asudə vaxtların səmərəli keçirilməsi həyata keçiriləcəkdir.